Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün baxacağımız mövzu izahı inklüziv təhsillə bağlıdır. İnklüziv təhsil özü geniş bir mövzu deyil. Sadəcə bir neçə məqamlara diqqət yetirməliyik bu mövzuda. İnklüziv təhsil, biz bilirik ki, inklüzivlik deməli pedaqoji tələbini öyrənmişdik. Elə onunla məna cəhətdən eynidir. Yəni hər kəs üçün təhsilin deməli eyni olmasıdır, hər kəsə bərabər şəklində yanaşmasıdır və hər kəsə, bütün insanlara eyni münasibətin göstərilməsidir. Ola bilər ki, bir sinifdə həm sağlam şagirdlər var, həm də deməli hər hansısa bir əlilliyi olan, deməli qüsuru olan və yaxud da digər bir deməli hadisələr ola bilər. Məsələn, fiziki qüsurlu ola bilsin, əqli qüsurlu ola bilsin, gözündə zəiflik və yaxud da qulaq eşitməsində zəiflik ola bilər ki, biz bunların hər birinə, hər bir kəsə bərabər şəkildə münasibət bəsləməliyik. Yəni eyni münasibəti göstərməliyik. Əsasən bəzən müəllimlər nədə səhvlik eləyirlər? Deməli, həmin şagirdlərə daha çox diqqət yetirirlər, onlarla daha çox məşğul olurlar, fərdi şəkildə onlarla məşğul olmağa çalışırlar. Amma bu yanlışdır. İndi biz bunu inklüziv təhsilin prinsiplərində izah edəndə görəcəyik. Deməli, inklüziv təhsilin 8 əsas prinsipi var. Birinci prinsipimiz insanın dəyəri onun qabiliyyət və nailiyyətindən asılı deyil. Bəzən müəllimlərin ən çox elədiyi səhv, yəni hər şeyi, yəni insanın dəyərini, onun xassiyyətini, belə deyək, onun xarakterini kənarda qoyub, sadəcə nailiyyətindən ölçürlər ki, bu uşaq pis oxuyan uşaqdırsa, yəni zəif oxuyan uşaqdırsa, dərslərini oxumayıb gəlmirsə, deməli bu uşağı heç yaxşı uşaq deyil. Xassiyyəti də onun yaxşı deyil, xarakteri də yaxşı deyil. Və onları diqqətdən kənarda qoyurlar. Amma diqqət yetirmək lazımdır ki, həqiqətən də insanın dəyəri onun nə nailiyyətindən asılı deyil, nə də qabiliyyətindən asılı deyil. Ola bilər ki, bir şagirdə müəyyən bir qabiliyyəti olmasın. Amma diqqət yetirmək lazımdır. Bəlkə onun hansısa bir məsələdə elə böyük bir köməkliyi dəyər ki, baxarıq ki, bu insanın həqiqətən də, yəni biz bunun nailiyyətinə və ya da qabiliyyətinə dəyər verməkdə səhv eləmişik. İkinci olaraq deyir ki, hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Baxın, bayaq dedim ki, fərdi yanaşır müəllimlər. Yəni fərdi yanaşmamalıdır. Fərdi yanaşdıqda o şagird özünü daha çox, yəni pis hiss eləyir, düşünür ki, yəqin ki, məndə nəsə var ki, müəllim məndən daha çox məşğul olur fərdi şəkildə. Ona görə də müəllimlər diqqətli olmalıdırlar. Yəni onlar bunu hiss eləyirlər. Düşünürlər ki, müəllim ancaq mənimlə məşğul olur, belədir, elədir. Yəni başlar özlərindən yaxşı hiss etməməyə. Bəzən düşünürük ki, bu şagirdlərə onlarla fərdi şəkildə məşğul olmamız onlara yaxşı təsir edə bilər. Amma yəni diqqətli olun ki, həmin o qüsurlu uşaqlara çox da fərdi şəkildə yanaşmaq olmaz. Yəni bütün diqqəti onların üzərinə cəmləmək olmaz. Üçüncü, çünki onlar bunu hiss edirlər. Üçüncü bizim prinsipimiz hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir. Baxın, bəzən müəllimlər deyir ki, məsələn, eyni zamanda valideynlər də bu uşaqdır, bunun dediyi nə olacaq, bunun dediyi fikirlər yaxşı deyil. Yəni bu kimi fikirlər səsləndirirlər. Uşaqsan, hətta lor dedim, uşaqsan otur uşaq yerində, nə bilim, böyük danışanda qulaq as, sən heç nə demə. Yəni bunların ümumiyyətlə inklüziv təhsildə yox, heç real həyatda da belə olmamalıdır. Yəni hər bir uşaq, şagird, istər əlilliyi olan olsun, istər olmayan olsun, düzgün şəkildə dinlənilməlidir və o da insanlarla ünsiyyətdə olmalıdır. Təsəvvür edin ki, biz hər hansısa bir inklüziv uşaqları bir yerə cəmləmişik, onlara digər insanlarla münasibəti olmasına imkan vermirik. Yəni necə olar axır sonu? Təbii ki, heç bir yaxşı nəticə əldə edə bilmərik. Dördüncüdür ki, bütün insanlar bir-birinə lazımdır. Bu nə deməkdir? Yəni, hər bir kəsin müxtəlif sahələr üzrə qabiliyyəti vardır. Biri bu sahə üzrə qabiliyyətlidir, digəri başqa bir sahə üzrə qabiliyyətlidir. Ona görə də deyirik ki, bütün insanlar bir-birinə lazımdır. Yəni, elə bir məqam gələr ki, məsələn, qarşımdakı hər hansısa bir əlilliyi olan insan olsun ki, mən onu tutaq bəyənmirəm, onun hər hansısa bir qüsur olduğuna görə. Lakin elə bir zamanda mənim köməyimə çatar ki, baxaram ki, həqiqətən də bütün insanlar bir-birinə lazım imiş. Beşincisi, həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər. Bu da elə adından göründüyü kimi münasibətlərin düzgün şəkildə qorunmasıdır. Altıncısı, bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır. Bu da elə bayaqdan vurğuladığımız kimi bütün insanların bir-birinə lazım olmasıdır, bir-birlərinə dəstək olmasıdır, bir-birindən dostluğu həqiqətən də möhkəm olmasıdır. Adətən sinifdə də məsələn
uşaqlar dalaşdıqda və yaxud da hər hansısa bir digər bir məsələlər aralarında anlaşılmazlıq yarandıqda biz onların dəfələrlə, yəni bir müəllim olaraq vurğulayırıq ki, siz bir-birinizə bir sinifdə oxuyursunuz, sinif yoldaşısınız, hər gün üz-üzə gəlirsiniz, bir-birinizlə münasibətiniz yaxşı olmalıdır. Dostluğunuz lazımdır və yaxud da belə deyək, bir-birinizə dəstək etməlisiniz hər hansısa bir çatışmayan məqamlarda. 6-cı deyir ki, daha doğrusu 7-ci. Bütün şagirdlərin inkişafı onun bilik və bacarıqlarından asılıdır. Baxın, diqqətli olacağımız məqam nədir? Bəzən, hətta daha çox vaxtlarda şagirdlərə yalnız bilik öyrədilir. Amma diqqətli olmaq lazımdır ki, şagirdlərə təkcə bilik yox, eyni zamanda öyrətdiyi biliklər bacarığa çevrilməlidir. Yəni onlara biliklə yanaşı bacarıqlar da öyrədilməlidir. 8-ci deyir ki, insanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Bu da bayaq vurğuladığımız kimi ola bilsin ki, mənim bu formada bacarığım var, bu sahədə bacarığım var, digərinin başqa bir sahədə bacarığı var və ona görə də deyirik ki, həyatın bu inkişafı, bu sahələrin inkişafı insanların müxtəlifliyindən asılıdır. Yəni hər bir insan bütün insanlar eyni qabiliyyətə malik deyil ki, hər bir insanın fərqli-fərqli qabiliyyəti var. Məsələn, bəzən olur görürük ki, görmə əlilliyi var, eşitmə əlilliyi var və yaxud da hər hansı bir fiziki qüsurluğu var, amma elə gözəl rəsmlər çəkir ki, elə gözəl məsələn nələrsə hazırlayır ki, baxırıq ki, həqiqətən də yəni bu insanın qabiliyyətli olmasıdır. Yəni hər bir sahə üzrə, məsələn, bir insan tutaq rəsm üzrə inkişaf edə bilər, digəri incəsənət üzrə, daha doğrusu musiqi üzrə, digərisi nəsə qrup yaratmaq üzrə, nəyisə nə bilim adi bir müəllim olmaq, həkimlik sahəsində inkişaf edə bilər. Yadınızda saxlayın ki, inklüziv təhsil insanlarda, yəni iki əsas məsələni formalaşdırır. Birincisi, şagirdlər hər zaman özünə inamlı olurlar. Çünki onlar görürlər ki, həqiqətən də qüsurlu olanlardan söhbət gedir. Qüsurlu olanlarla digərlər arasında heç bir fərq qoyulmur və özlərinə inamı daha da artır. Bir də ünsiyyət bacarıqları daha yaxşı inkişaf etmiş olur. Yadınızda saxlayın ki, inklüziv təhsili məktəbdə necə tətbiq etmək olur? Baxın, bu Venn diaqramı var burada. Cəlb etmədir bu. Universal öyrənmə dizaynıdır. Birinci mərhələmiz cəlb etmə, ikincisi təqdimat, üçüncüsü isə fəaliyyət. Baxın, elə göründüyü kimi cəlb etmə. Burada var. Yəni bunları əzbər şəkildə yadda saxlamağa ehtiyac yoxdur, sadəcə oxuyacaqsınız. Deyir ki, cəlb etmə mərhələsində nə üçün sualından istifadə olunur? Yəni mən bunu nə üçün öyrənməliyəm? Bu mənə nə üçün lazımdır? Mən bu məlumatı nə zaman istifadə edəcəm? Yəni bir növ şagirdi cəlb edir, onu həvəsləndirir işinə qarşı. Daha sonra ikinci mərhələmiz təqdimat mərhələsidir. Təqdimat sizə nə sualına cavab verir, nə öyrənirəm? Yəni o bayaq deyirdim, bu mənə lazımdırmı, nə üçün lazımdır? Artıq bunu təqdimat, yəni nə anlayışını bizə verir? Tutaq ki, mən bunu necə təqdim edəcəm? Animasiyalarla mı? Baxın, yazıb burada mətn formasında mı? Audio vasitələrlə mi təqdim etməliyəm? Yəni bunlar nəzərdə tutulur. Üçüncüsü isə fəaliyyət mərhələsidir. Burada artıq necə öyrənirik, yəni necə sualına cavab verir. Yəni şagirdlərini deməli öyrənməsi üçün onlara bir neçə seçim veririk. Bundan başqa da baxın, görün neçə dənə bizə burada məlumat verib ki, qiymətləndirmə üsulu olmalıdır, müəllimlərin peşəkar inkişafı, əlavə təlim materialları olmalıdır, adaptasiya üçün tapşırıqlar olmalıdır, kooperativ öyrənmə lazımdır. Yəni bunların hər birini sadəcə oxuyacaqsınız. Heç birini əzbər şəkildə yadda saxlamağa ehtiyac yoxdur. Sadəcə bu universal öyrənmə dizaynına diqqət yetirəcəksiniz və bir də inklüziv təhsilin prinsiplərinə diqqət yetirməyiniz vacibdir. Ümumi olaraq əsas yadda saxlayacağımız məqam ondan ibarətdir ki, hər kəs üçün təhsilin əlçatan olmasıdır və hər kəsə eyni münasibətin göstərilməsidir. Bu qədər müəllimlər, inklüziv təhsil o qədər də bizim geniş baxacağımız, ətraflı şəkildə xırdalığına qədər baxacağımız bir mövzu deyil. Sadəcə bu məlumatları bilsək yetərlidir.